Salam, bugünkü izahımız Təbiət 5-ci sinif 1-ci hissə kitabından mövzu 4 olacaq. Mövzumuzun adı Hava bizə nə üçün lazımdır? Biz bu mövzuda havanın bizə nə üçün lazım olduğu və eyni zamanda tənəffüs sistemi orqanlarımızla tanış olacağıq. Təbii ki, hava bizə lazımdır ki, bədənimiz oksigeni qəbul etsin, hüceyrələrimiz, orqanizmimiz tənəffüs etsin. Tənəffüs sistemi də bizim əsas orqanlarımızdan, orqanlar sistemimizdən biridir. Və ilk öncə gəlin tənəffüs sistemi orqanlarımızla tanış olaq və tənəffüs sistemimiz nədən ibarətdir? Buna nəzər yetirək. Əslində tənəffüs sistemi orqanları çoxdur. Sadəcə olaraq 5-ci səviyyəsində biz burada 4 orqanla tanış olacağıq. Burun boşluğu ilə, nəfəs borusu ilə, ağciyər və diafraqma ilə. Sizə çox genişdir. Qırtlağı öyrənəcəyik biz növbəti siniflərdə. Daha sonra bronxları, bronx yolları, alveolu və s. Bunlarla da tanış olacaq. Amma 5-ci sinif səviyyəsində bizə bu 4 orqan verdiklərinə görə 4 orqan üzərində izahımız olacaqdır. Deməli, ilk öncə gəlin tanış olaq burun boşluğu ilə. Burun boşluğu bu hissəni əhatə edir. Burun boşluğunda hansı proses baş verir? Gəlin bunlara baxaq. Burun boşluğu vasitəsilə həm hava qəbul olunur, həm də xaric olunur. Burun boşluğunda hava isinir, yəni qızdırılır, tozdan, mikroblardan, zərərli orqanizmlərdən, yəni mikroorqanizmlərdən təmizlənir və nəmlənir. Daha sonra ötürülür nəfəs borusuna. Nəfəs borusundan da qəbul edilən hava ağciyərlərə doğru istiqamətlənir və gəlir daxil olur ağciyərlərimizə. Ağciyərlər süngərə bənzəyən əzələlərdən ibarət orqanımızdır. Döş qəfəsində yerləşir və bizim tənəffüs etməyimizin belə deyək, başında duran orqanımızdır ki, ağciyərlərində də tərkibində alveollar olur. Orada artıq qazlar mübadiləsi baş verir. Biz bunları daha geniş keçəcəyik, yenə deyirəm. Amma bizim bu mövzuda öyrənməliyik ki, bizim ağciyərlər adlı orqanımız var. Bu tənəffüs sistemimizə aiddir və o süngərə bənzəyən əzələlərdən ibarətdir. Süngərə bənzəyir. Döş qəfəsində yerləşir. Sağ ağciyər sol ağciyərə nisbətən daha böyükdür. Biz bunları öyrənəcəyik və daha sonra bizim digər bir orqanımız diafraqmadır ki, diafraqma da əzələvi bir orqandır. Diafraqmanın əsas funksiyası həm tənəffüsdə iştirak etməkdir, həm də ki, ən əsas biz deyirik ki, döş boşluğu ilə qarın boşluğu arasında yerləşir və onları ayırır. Baxın, bu hissədə yerləşən orqandır ki, bu da havanın ağciyərlərə daxil olmasına, xaric olmasına kömək edir, həm də ki, döş boşluğu ilə qarın boşluğun bir-birindən ayırır. Daha sonra bir də burada biz qeyd etdik ki, sağ ağciyər sol ağciyərə nisbətən daha böyükdür. Buna belə bir səbəb gətirə bilərik ki, bizim döş qəfəsimizdə həm də ürəyimiz yerləşir. Ürək də hansı tərəfdə olur? Sol tərəfdə. Sanki bu ağciyərin bir payının hissəsində o ürək yerində durur və ona əsasən deyirik ki, sağ ağciyər nisbətən sol ağciyərdən, yəni böyükdür. Sol ağciyər biraz balacadır, sağ isə daha böyükdür. Belə bir misal gətirə bilərik və daha sonra biz tənəffüs sistemi orqanlarımızı tanıdıqdan sonra artıq nəfəs alma və nəfəs vermə proseslərlə tanış ola bilərik ki, bu zaman nə baş verir? Nəfəs alarkən biz oksigeni qəbul edirik və o gedir bizim çatır hüceyrələrimizə, orqanizmimizə və daha sonra həmin o belə deyək, alveollarda axı baş verir qazlar mübadiləsisi. Yenə deyirəm, biz bunlarla daha geniş tanış olacağıq. Sadəcə mən belə bu kitabda olmayanı, yəni deyərək sizin çaşdırmaq istəmirəm, çünki bu 6-cı sinifin materialıdır. Və eyni zamanda sırf anatomiya mövzusunun 8-ci sinifdə keçirdilər. Sadəcə olaraq indi kitablar dəyişib deyə fərqlidir, yəni keçirilmə prosesləri. Deməli, qazlar mübadiləsi nəticəsində nə baş verir? Qısa məlumat verim. Oksigeni hüceyrələrə qana çatdırır. Qandan da, hüceyrədən də karbon qazının zərərli qazları, maddələri alır və xaric edirik və bu nəfəs alma, nəfəs vermə prosesi adlanır. Nəfəs alma, nəfəs vermə zamanı döş qəfəsində müəyyən proseslər baş verir. Hansı prosesləri? Gəlin onlara nəzər yetirək. İlk öncə nəfəs alma prosesindən danışaq. Nəfəs alma zamanı hava ağciyərə dolduğuna görə döş qəfəsi genişlənir. Qabırğalar gördüyümüz kimi bir-birindən aralanır, yəni genişlənir. Diafraqma yastılaşır. Eyni zamanda diafraqma əzələləri yığılır, yəni yastılaşır, yığılır. Bunun hər ikisini deyə bilərik. Və təbii ki, qazlar mübadiləsi baş verir. Nəfəs vermə prosesində isə hava ağciyərdən xaric olduğuna görə ağciyərlər kiçilir.
Eyni zamanda döş qəfəsi artıq sıxılır, sanki yerinə qayıdır. Hava xarici olduqca artıq döş qəfəsi yığılır, qabırğalar yığılır və öz yerinə qayıdır. Diafraq məzələsi də boşalır və ağciyərə doğru qalxır. Daha sonra biz öyrənə bilərik ki, qəbul edilən havanın tərkibində nə var, xaric olan havanın tərkibində nə var. Gəlin ilk öncə qəbul edilən havanın tərkibinə baxaq. Qəbul edilən havada tərkibində oksigen daha çox olur. Ümumiyyətlə biz bilirik ki, atmosfer havası deyəndə biz deyirik ki, orada 21% oksigenin olduğunu öyrənirik. Biz qəbul edərkən də həmin bu oksigen keçir bizim bədənimizə və onun cəmi 5% bizim toxumalarımıza, orqanlarımıza keçir. Yerdə qalan 16% karbon qazı ilə birlikdə xaric olunur və belə deyirik ki, 21%-dən deməli 16% xaric olduğuna görə 5% keçdi bizim hüceyrələrimizə. Və təbii ki, qəbul edilən havanın da tərkibində müəyyən qədər karbon qazı olur, amma xaric edilən havanın tərkibində karbon qazının miqdarı udulandan daha çox olur ki, bu da hüceyrələrimizdə baş verən proseslər nəticəsində yaranır və nəfəs alma, nəfəs vermə prosesində bu balanslaşdırılır. Xaric etdiyimiz havanın tərkibində isə karbon qazı nisbətən çox olur. Və eyni zamanda qəbul edilən hava, burada da yazıbdır bizə, tərkibində karbon qazı azdır, tərkibində su buxarı daha azdır. Artıq niyə? Çünki bu bizim orqanizmimizə keçdikcə isinir. Bu bizim orqanizmimizə xaric olanda bunun tərkibində su buxarı daha çox olar. Nəinki qəbul ediləndə. Və eyni zamanda qəbul edilən hava nisbətən sərindir, çünki atmosferdə olur. Bizim orqanizmimiz qapalı mühitdə olduğuna görə onun daxili mühiti isti olur və biz bədən temperaturumuz digər canlılara nisbətən daha yuxarıdır. Daha sonra xaric olunan havaya baxaq. Tərkibində oksigen daha azdır, karbon qazı daha çoxdur, su buxarı daha çoxdur. Niyə? Çünki artıq bu qəbul etdiyimiz hava bizim bədənimizdə isindi və buxarlandı və eyni zamanda bədənimizdə isti mühit olduğuna görə həmin havada isinir. Deməli, beləliklə xaric olunan, qəbul olunan havanın tərkibində biz maddələrin miqdarı ilə də tanış olduq. Beləliklə də bizim 4-cü mövzumuz yekunlaşır. Ümid edirəm aydın oldu. Bugünkü izahımız bu qədərdir. Növbəti video izahlarla görüşmək üzrə. Sağ olun, salamat qalın.